Salam. Bugün sizinlə çox maraqlı, həqiqətən dərin bir mövzunu araşdıracağıq. Qədim İsrail xalqı Yordan çayını necə keçdi və bu hadisədən biz nə öyrənə bilərik? Əsas mənbələrimiz Yeşua kitabı 3-cü və 4-cü fəsillər olacaq. Bir də əlaqəli bəzi müqəddəs kitab yerləri. Məqsədimiz isə bu tarixi hadisənin dərin mənalarını birlikdə anlamağa çalışmaqdır. Bilirsiniz, bəzən həyatda olur belə şeylər, vacib məsələləri unuduruq. Məsələn, sürücülük vəsiqəsini evdə qoyuruq, ya kiməsə zəng etməyi unuduruq. Amma mənəvi şeyləri unutmaq, bu sadəcə cərmə ilə bitmir axı. Bu bizim taleyimizlə bağlıdır. Bax, bugün danışacağımız hadisə, Yordanın keçilməsi elə unudulmamalı olan xüsusi bir xatirə kimi təqdim olunur. Gəlin başlayaq, görək niyə? Bəli, tamamilə doğrudur. İyoldan çayının keçidi sadəcə tarixi bir fakt deyil. Mətnlərə baxanda görürük ki, bu Allahın qüdrətini, onun rəhbərliyini, xalqından nə gözlədiyini göstərən, yəni çox simvolik bir məqamdır. Və bir şey də var, bu keçidə, belə deyək, çox ciddi hazırlıq lazım idi, elə-belə baş vermədi. O hazırlıq məsələsi maraqlıdır. Yeşua 3-cü fəsildə, 5-ci ayədə Allah xalqa deyir ki, özünüzü təqdis edin. Çünki Rəbb sabah aranızda heyran edici işlər görəcək. Bu, təqdis edin, yəni təmizlənin əmri nə deməkdir? Niyə vacib idi bu? Baxın, təqdis etmək və ya təmizlənmək. Bu ifadə mənbələrdə də göstərildiyi kimi həm ritual, həm də mənəvi təmizliyi nəzərdə tutur. Məsələn, kahinlər xidmətə başlamazdan əvvəl belə edirdilər. Çıxış kitabında bunlar təsvir olunur. Yaxud bütün xalq Sina dağında Allahın qanunlarını almazdan öncə də belə bir təmizlənmə olmalıydı. Yenə çıxışda var bu. Mahiyyəti nədir? Bu, günahdan üz döndərmək, yəni gündəlik həyatın gətirdiyi o ritual çirkilliklərdən arınmaq və ürəyi tam Allaha yönətmək. Hətta başqa yerlərdə də görürük bunu. Məsələn, Sayılar kitabında Allah möcüzə göstərməzdən əvvəl də tələb edir. Ya da qanunun təkrarında döyüşə getməzdən əvvəl. Yəni, əsas fikir budur ki, İsraillilər başa düşməli idi, Kənan torpağına girmək onların öz gücü ilə olmayacaq. Yalnız Allaha sadiq qalmaqla, ona güvənməklə mümkün olacaq. Bu bir növ, mənə tam etibar etməyə hazırsınızmı sualına hazırlıq idi. Deməli, sadəcə fiziki yox, əsasən mənəvi bir hazırlıq idi. Ürəkləri hazırlamaq, qarşıdakı o böyük işə. Bu keçiddə bir də əhd sandığı çox önəmli rol oynayır. Mətn xüsusi vurğulayır ki, kahinlər sandığı daşıyır, xalqın qabağında gedirlər. Bu maraqlıdır, çünki illər əvvəl Kənana girməyə cəhd edəndə uğursuz olmuşdular. Sayılar kitabında var o hadisə. Və deyilir ki, onda əhd sandığı onlarla deyildi. Sandığın bu qədər mərkəzdə olmasının səbəbi nə idi? Nəyi ifadə edirdi o? Əhd sandığı İsrailin ibadətindəki ən müqəddəs əşya sayılırdı. Çünki o, birbaşa Allahla İsrail arasındakı o əhdi, o razılaşmanı simvolizə edirdi və Allahın onların arasında olduğunu, içindəkilər də bunu göstərir. Baxın, 10 əmr yazılmış o daş lövhələr vardı, yəni Allahın qanunu. Sonra Harunun o möcüzə ilə çiçək açan əsası, Allahın seçdiyi kahinliyin təsdiqi. Bir də bir qabda saxlanılan manna. O da Allahın səhrada xalqına necə baxdığının xatirəsi idi. İbranilərə məktubda bu üçü bir yerdə qeyd olunur. Bunlar, yəni Allahla xalqın münasibətinin təməli idi. Üstəlik, sandığın qapağında o qanadlı mələk fiqurları, keruvlar vardı axı. İnanılırdı ki, onların arasında Allahın görünməz taxtı yerləşir. Onun xüsusi varlığının məkanı dora. Ona görə də kahinlərin o sandığı götürüb xalqın qabağında düz İyordan çayına doğru aparması, bu çox güclü bir mesaj idi. Sanki deyirdi ki, bu dəfə tək deyilsiniz, öz başına getmirsiniz. Allah özü sizin önünüzdə gedir, sizə yol açır. Bu torpağı fəth etməkdə o sizə rəhbərlik edir. Yəni, bu sadəcə taxta bir qutu deyildi. Bu, Allahın rəhbərliyinin onlarla birgə olduğunun canlı, hərəkət edən bir simvoluydu. Həqiqətən güclü mənzərədir. Sanki Allahın bayrağı ordunun önündə gedir. Bu şübhəsiz ki, xalqa böyük cəsarət verərdi. Xüsusən də nəzərə alsaq ki, deyilir, çay daşqın mövsümündə idi. İndi gələk keçidin özünə.
o möhtəşəm ana. Yeşua 3-cü fəslin sonlarında təsvir olunur. Kahinlərin ayaqları suya dəyən kimi, yuxarıdan gələn sular dayanır, bir divar kimi yığılır. Aşağı axan sular isə ölü dənizə axıb gedir və bütün xalq quru yerdən keçir. Mətn bu hadisəni təsvir etmək üçün xüsusi bir söz işlədir. Bayaq dediyimiz kimi niflaot, Yeşua 3:5-də. Bu sözün tam mənası nədir? Niyə məhz bu söz seçilib? Niflaut. Bu sözü adətən mövcüzələr, heyranedici işlər, bəzən əcaib işlər kimi tərcümə edirlər. Amma bu sadəcə qeyri-adi hadisə demək deyil, daha dərindir. Müqəddəs kitabda bu termin, demək olar həmişə Allahın özünə məxsus fövqəladə gücünü göstərən əməllərinə aiddir. Yəni onu başqa hər şeydən fərqləndirən, onun bənzərsizliyini, qüdrətini ortaya qoyan işlər. Məsələn, Zəburda deyilir, təkcə əcaib işlər görən Rəbb alqışlansın. Bu cür niflaot İsrailin iman həyatının mərkəzində idi. Onlar bu işlər haqqında düşünüb, Allaha şükür edirdilər, onun qüdrətini başqa xalqlara danışırdılar. Misirdəki o 10 bəla məsələn və ya Qırmızı dənizdən keçid, səhrada xalqın qorunması, bunlar hamısı niflaot adlanır. Bu sözün işlədilməsi onu vurğulayır ki, İsrailin Allahı ətrafdakı xalqların tapındığı o cansız, gücsüz bütlərdən fərqlidir. O diri Allahdır, fəaliyyətdə olan Allahdır. Yaratdığı təbiət qanunları onu məhdudlaşdırmır. Yeremiya Peyğəmbər deyir axı, sənin üçün çətin olan heç bir şey yoxdur. Və o, insan həyatına birbaşa müdaxilə edir. Bax, İordanın yarılması da məhz belə bir niflaot idi. Allahın kim olduğunun və nəyə qadir olduğunun açıq-aşkar, heyrətamiz bir nümayişi. Bu, təbiət qanunları ilə məhdudlaşmayan Allah fikri çox düşündürücüdür, həqiqətən. Bu, adamın yadına İsa'nın sözlərini salır. İnsanlar üçün qeyri-mümkün olan Allah üçün mümkündür. Bəs İordan hadisəsi kimi belə möcüzələr bizim öz həyatımızda qarşılaşdığımız bəzən bizə qeyri-mümkün görünən çətinliklər, maneələr qarşısında Allaha güvənməyə bizi necə təşviq edir? Çox yaxşı sualdır, çox mühüm bir əlaqədir bu. İnsan olaraq bizim mümkün, qeyri-mümkün anlayışlarımız çox vaxt öz təcrübəmizlə məhdudlaşır, gördüklərimizlə. Baxın, mənbələrdə Zəkəriyyə Peyğəmbərin dövründən bir misal var. Babil əsarətindən qayıdan yəhudilər üçün dağılmış Yerusalemi yenidən qurmaq. Bu, həqiqətən də qeyri-mümkün görünürdü. Amma Allah Zəkəriyyə vasitəsilə deyir ki, bu iş sağ qalan xalqın nəzərində qeyri-mümkün görünsə də, mənim nəzərimdə də qeyri-mümkün görünəcəkmi? Bax, İordanın yarılması kimi niflaot bizə məhz bunu xatırladır. Allahın gücü bizim təsəvvürümüzü aşır. Bizim mümkün dediyimiz çərçivəyə sığmır. Ona inan edənlər ən çıxılmaz vəziyyətlərdə belə onun köməyinə, onun müdaxiləsinə ümid edə bilərlər. Amma bir məqam da var. Allah həmişə belə, necə deyim, Yordanın yarılması kimi dramatik, hər kəsin gözü qarşısında möcüzələr etmir axı. Bəzən onun işləri daha sakit olur, daha az nəzərə çarpan gündəlik həyatın içində. Ona görə də əsas məsələlərdən biri ruhani gözümüzə açıq saxlamaqdır. Onun həyatımızdakı fəaliyyətini istər böyük olsun, istər kiçik tanıya bilməkdir, görməyi öyrənməkdir. Aha, başa düşdüm. Bu vacib bir fərqdir. Deməli, möcüzəyə inanmaq həm də Allahın müxtəlif yollarla işlədiyini qəbul etməkdir. Amma İordan hadisəsində möcüzə çox aşkar idi, göz qabağındaydı. Və bundan dərhal sonra hələ xalq çayı keçərkən Allah çox maraqlı bir əmr verir. Yeşua vasitəsilə deyir ki, çayın ortasından kahinlərin ayaqlarının durduğu o quru yerdən 12 qəbiləyə uyğun 12 böyük daş götürsünlər. Və çayın o biri sahilində gecələyəcəkləri yerdə bu daşlardan bir abidə, bir xatirə nişanəsi qoysunlar. Yeşua 4-də oxuyur bunu. Maraqlıdır, niyə belə bir şeyə ehtiyac vardı? Sadəcə yaşamaq, yadda saxlamaq bəs etmirdimi bu möhtəşəm hadisəni? Görünür ki, bəs etmirdi. Bilirsiniz, insan yaddaşı zəifdir. Zaman keçdikcə ən parlaq xatirələr belə solur, unudulur. Məhz buna görə Allah bu fiziki xatirənin, bu abidənin yaradılmasını istəyir. Mətn bu daşların iki funksiyasını vurğulayır. Onlar həm nişanə olmalıydı, İbranicə ot, Yeşua 4:6-da deyilir, həm də xatirə, İbranicə zikkaron. Baxın, ot sözü sadəcə bir işarə deyil, həm də daha dərin bir həqiqətin simvoludur.
Məsələn, göy qurşağı Allahın Nuhla əhdinin otuydu. Şənbə günü də bir otuydu. Bu mənada Yordandan götürülən o 12 daş sadəcə daş değildi. Onlar Allahın qüdrətinin, sədaqətinin daimi bir nişanəsi, bir simvoluydu. İkinci söz zikkaron isə daha aktiv bir məna daşıyır. Bu, sadəcə keçmişi yada salmaq deyil, o xatirəni canlı tutmaq və ona uyğun yaşamaq, hərəkət etmək deməkdir. Məsələn, qanunun təkrarında deyilir ki, İsraillilər Misir köləliyini xatırlamalıdırlar ki, şənbə gününü saxlasınlar. Yəni, xatirə davranışa təsir etməlidir. Bu 12 daş abidəsinin də əsas məqsədi buydu. Gələcək nəsillər bu daşları görəndə sual versinlər. Allahın göstərişi çox dəqiqdir. Deyir ki, gələcəkdə övladlarını sizdən soruşanda bu daşların mənası nədir? Onlara deyin ki, İsrail xalqı Yordan çayını quru yerdən keçdi. Rəbb Allahınız bunu ona görə etdi ki, yeryüzünün bütün xalqları Rəbbin əlinin nə qədər qüvvətli olduğunu bilsin və siz həmişə Rəbb Allahınızdan qorxasınız. Bax belə, bu aktiv bir proses idi. Şifahi şəkildə şahidlik yolu ilə imanın ötürülməsi üçün bir mexanizm idi. Çox maraqlıdır. Deməli, bu daşlar sadəcə keçmişin bir xatirəsi yox, gələcək üçün bir dərs vəsait idi. İmanı nəsildən nəslə ötürmək üçün düşünülmüş bir usul. Mənbədə vurğulanan bir fikir də var idi. Hər yeni nəsil onların mənasını özləri üçün başa düşməlidir. Bu, o deməkdirmi ki, iman elə avtomatik olaraq atadan anadan övlada keçmir? Bəli, tamamilə bu çox vacib bir həqiqətdir. Çox dərin məsələdir. Möcüzələr görən, böyük işlər edən Allaha iman, əgər sadəcə keçmiş nəsillərin hekayəsi kimi qalırsa, zamanla cansız bir ənənəyə çevrilə bilər. Ruhunu itirə bilər. Həqiqi, canlı iman üçün hər bir insan, hər yeni nəsil bu hekayələrin mənasını şəxsən özü üçün kəşf etməlidir. Allahın bu işlərinin onun öz həyatı üçün nə demək olduğunu anlamalıdır. Valideynlər, əcdadlar öz təcrübələrini danışa bilərlər, amma heç kim başqasının yerinə iman edə bilməz. İman şəxsidir. Bax, bu 12 daş abidəsi kimi xatirələr məhz bu şəxsi kəşf prosesinə təkan vermək üçün idi. Onlar Allahın kim olduğunu xatırladırdı. Qüdrətli, sədaqətli, xilas edən. Məqsəd nə idi? Yeşua 4:24-də deyildiyi kimi, siz həmişə Rəbb Allahınızdan qorxasınız. Buradakı qorxmaq əlbəttə panika deyil. Dərin hörmət, ehtiram, onun müqəddəsliyi qarşısında heyranlıq və ona itaət etmək istəyidir. Bu xatirələr imanı diri saxlayan yanacaq kimi idi. Çox aydın oldu. Beləliklə, Yordan çayının keçilməsi hekayəsindən bir neçə əsas dərsi, belə deyək, ümumiləşdirə bilərik. Birincisi, Allahın böyük işləri ilə qarşılaşmazdan əvvəl mənəvi hazırlığın, o təqdis olunmağın, təmizlənməyin əhəmiyyəti. İkincisi, öz gücümüzə yox, Allahın rəhbərliyinə, bax o əhd sandığı simvolizmi və onun fövqəltəbii qüdrətinə, Yordanın yarılması möcüzəsi, tam güvənmək. Və üçüncüsü, Allahın bizim üçün etdiyi o xilas işlərini, o böyük məqamları unutmamaq və bu xatirələri şuurlu şəkildə, bəlkə də belə fiziki abidələrlə qoruyub saxlamaq və ən əsası gələcək nəsillərə ötürmək. Bəli, tamamilə. Bu hadisə göstərir ki, Allah diri və fəaldır. Onun gücü bizim məhdud təsəmmürlərimizlə, bizim çərçivələrimizlə ölçülmür. Ən əsası isə onun xilas edici əməllərini xatırlamaq, yadda saxlamaq və bu xatirələri paylaşmaq. Bax, bu imanımızı canlı, mənalı və təsirlidir. Bu sadəcə keçmişə baxış deyil. Bu, bizim bugünümüzü və gələcəyimizi formalaşdıran bir prosesdir. Mənbədəki o son sual da məhz bu davamlılığa işarə edirdi, elə deyilmi? Elədir. Və biz də bu söhbətimizi yekunlaşdırarkən həmin sualı bir qədər fərqli formada sizə, əziz dinləyicimizə yönəltmək istərdik. Sizin öz həyatınızda Allahın müdaxiləsini, köməyini, bəlkə də xilasını gördüyünüz hansı anlar olub ki, onlar sizin üçün şəxsi xatirə daşları rolunu oynayır. Yəni, hansı hadisələri heç vaxt unutmaq istəməzsiniz və bəlkə də fürsət düşdükcə başqalarına danışmaqla o xatirəni canlı saxlayırsınız. Bu daşları müəyyən etmək, onlara dəyər vermək, düşünürəm ki, imamımızı gücləndirmək üçün çox faydalı ola bilər. Bugün bizimlə olduğunuz üçün təşəkkürlər.